Çox güman ki, sənin də başına gəlib. 25 yaşdan sonra elə bir vaxt sürətlənir. Çoxuna tanış hissdir. Amma maraqlısı budur, bu sadəcə hiss deyil, elmi həqiqətdir. Alimlər deyir ki, insan böyüdükcə beyin yeni məlumatları daha az yadda saxlayır. Uşaqlıqda isə hər şey ilk dəfə olur. İlk məktəb, ilk dost, ilk uğursuzluq, ilk səfər. Buna görə beyin hər anı detallı şəkildə qeyd edir. Vaxt uzanır, xatirələr çoxalır. Amma 25 yaşdan sonra həyat təkrarlanmağa başlayır. Eyni yol, eyni iş, eyni insanlar. Beyin deyir, bunu əvvəllər görmüşəm. Yenidən saxlamaya ehtiyac yoxdur. Elə bu anda beyin enerji rejiminə keçir və xatirələrin yazılması azalır. Fərqli xatirələr azaldıqca zehni zaman da sıxılır. Saat sürətlənməyib. Dünya dəyişməyib. Dəyişən beyindir. Nevroelmdə məşhur bir söz var, time is memory. Yəni zaman, yaddaşın özüdür. Əgər həyatın təkrarlanan günlərlə doludursa, yaddaşında cəmi bir neçə oxşar an qalır. Və bir gün geri baxanda, elə bilirsən ki, illər birdən yoxa çıxıb.